Anadolu Akademiyasının dəyərli YouTube izləyiciləri, bu günlərim Nəcəf bəy Vəzirovun Müsbət Fəxrəddin əsərindən danışacağıq, onun testlərinin izahına baxacağıq. Hansı test kitabımdan işlədiyini soruşursunuz. Əsasən mən Murad Rəşidovun ədəbiyyat test toplusundan işləyirəm testləri, şagirdlərimlə də onlardan işlədirəm. Dərslərə qoşulmaq və yüksək nəticələr əldə etmək üçün yeni qruplar açılıb. Dərslərə qoşulmaq üçün 050 837 89 78 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək əsərin izahına. Deməli, testə keçməmişdən əvvəl Müsbət Fəxrəddin ilə bağlı bəzi məlumatlar vermək istəyirəm. Müsbət Fəxrəddin Nəcəf bəy Vəzirov tərəfindən 1896-cı ildə yazılmışdır. Əsər faciə janrının ilk nümunəsi, yəni faciə janrının əsası qoyulmuşdur. Əsərin mövzusu nədir? Əsər köhnəliklə yeniliyin, qan davası ilə söhbət gedir. Amma qan davası olsa da əsərin əsası köhnəliklə yeninin mübarizəsidir. Burada köhnəliyin tərəfdarları deyəndə Rüstəm bəy, Mələk xanım, onların adamları, Mələk xanımın oğlu Şahmar bəy, sonra daha sonra deməli Cahangir bəy və adamları, özləri olmasalar da adları çəkilən Heydər bəy, Rəşid bəy bunun tipik nümayəndələri sayıla bilər. Əsərdə müsbət qəhrəmanlar da vardır ki, Hulu nənə, Gülbahar, Fəxrəddin, Mahmud, Səadət. Həm də ki, əsərdə deməli, ilk dramaturgiyamızın ilk maarifçi qadın olan Səadət xanım obrazı yaradılmışdır. Əsər həm monoloq, həm dialoqlardan istifadə etmişdir. Burada hətta Rüstəm bəyin monoloqu ilə əsər başlayır və biz onun monoloqda necə bir qəddar insan olduğunu öyrənirik. Bununla belə deməli, ədəbiyyatımızda həm də ki həm də ki deməli, ziddiyyətli obrazlardan biridir. Onun ziddiyyətini harada görürük? O həm deməli, qan davası üçün övladının intiqamını almağa çalışan biridir. Yəni, qan davasını sürdür, köhnə fikirlidir. Onunla əvvəl ancaq övladlarını çox sevir, nökərlərin övladı kimi görür, Səadətin oxumasına icazə vermişdi. Daha sonra sizə bir belə bir sual verim, şərh bölməsində qeyd edə bilərsiniz. Daha hansı oxuduğumuz əsərdə ziddiyyətli obraz var idi və kimdir? Daha sonra uşaqlar keçək səhv fikirlərə, yəni səhv fikirlərin sualların izahına. Mən burada hamısını izah edəcəm, həm doğrunu, həm yanlış niyyədir. Çünki belə olanda daha tez yadınızda qalacaq əsər. Müsbət Fəxrəddin əsəri haqqında səhv fikri deyir. Cahangir bəy sevdiyi Səadət xanıma qovuşmağın yolunu günahsız Fəxrəddini öldürməkdə görür. Bəli, hətta o deməli nökərlər, yaxın dostları, nökərlər demək, yəni adamları ilə olan söhbətdə görürük. Daha sonra Fəxrəddin bəyin anası Mələk xanım, qardaşı Şahmar bəy cəhalətin hökm sürdüyü mühitin tipik nümayəndələridir. Bəli, doğrudur. Mələk xanım və Şahmar bəy Fəxrəddin Səadət ilə ailə qurmağa, yeni həyata başlamaq arasında qarşı çıxırlar. Bəli, tamamilə yanlış fikirdir. Çünki qarşı çıxmırlar, üzrü sayın. Bəli, tamamilə yanlış fikirdir. Çünki qarşı çıxırlar. Doğru cavab C variantıdır bir də. Digərlərinə də baxaq. Dramaturq əsərdə Mələk xanım, Şahmar bəy, Cahangir bəy, Mahmud bəy, Əhməd, Gülbahar, Hülü nənə kimi fərdi xüsusiyyətlərlə seçilən fərqlənən obrazlar yaratmışdır. Tamamilə doğrudur. Oxucu bu Səadətin Fəxrəddinin arzularını həqiqətə çevirmək uğrunda çalışacağına inanır. Bu da doğrudur. Daha sonra yenə səhv fikri deyir. Fəxrəddindən sonra Səadətin yaşadan da Fəxrəddinin arzularıdır, doğrudur. Səadət xanım dramaturgiyada ilk maarifçi qadın surəsi kimi səciyyələndir, bayaq qeyd elədim, doğrudur. Atasının əməllərini bəyənməyən, işıqlı ideallarla yaşayan Səadət xanım yüksək arzularla yaşayır, doğrudur. Təhsilini tamamlayıb vətənə dönən Fəxrəddin böyük arzularla yaşayır, doğrudur. Əsərdə diqqəti daha çox çəkən Səadət xanım və Fəxrəddin bəy surətlərdir, xeyr. Diqqəti çəkən surətlər Fəxrəddindən və Səadətdən başqa Rüstəm bəy də var, Mələk xanım da var. Yəni, burada qeyd olunan Əhməd də var, Gülbahar da var. Hamısının özünə fərdi xüsusiyyəti var, hamısı seçilir. Yenə səhv fikri müəyyən edirik. Rüstəm bəyin pyesin lap əvvəlindəki monoloqu onun düşüncələrini, həyata baxışını, xarakterindəki mühüm cəhaləti üzə çıxardır. Doğrudur. Rüstəm bəyin mühafizəkarlığı, qəddarlığı yalnız Fəxrəddinlə evin viran qoyduğu digər bəylərlə bağlı deyil. Bu qalsın.
Rüstəm bəy mədəni geriliyin nəticəsi olan cəhalət və nadanlığın, qan intiqamı kimi mənfi adətlərin hökm sürdüyü, günahsız insanların qətlə yetirilməsini qəhrəmanlıq saydığı bir mühittin yetirməsidir. Doğrudur. Rüstəm bəyin faciəsi əslində köhnəliyin yox, şəxsi faciədir. Xeyr, Rüstəm bəyin faciəsi köhnəliyin faciəsidir. D variantı yanlış fikirdir. Çünki baxın C variantında qeyd olunub. D variantı da köhnəliyin faciəsidir. Əsərin sujet xəttinə nadanlıq və cəhalətin hökm sürdüyü cəmiyyətdə yeni yaranmağa başlayan mütərəqqi qüvvələrlə hakim mövqe tutan mürtəzə qüvvələr arasında kəskin ziddiyyət, ölüm-diri mübarizə təşkil edir. Doğrudur. Daha sonra Müsbət Fəxrəddin əsərinin haqqında uyğunluğu müəyyən edəcək bu səfər. Rüstəm bəyin monoloqu köhnəliklə yeniliyin üzə gələcəyini, hadisələrin kəskin istiqamət alacağını qabaqcadan xəbər verir. Doğrudur, yanlış yazılıb. Bizim uyğunluğu müəyyən edildiyi A səhvdir. Oğlu Mahmud bəyin ölümü ilə öz məğlubiyyətini labiliyi etiraf etmiş olur. Da doğrudur, yanlış fikir deyil. Xalqın maariflənməsi, ölkənin qabaqcıl mədəni ölkələr sırasına yer alması Fəxrəddinlə böyüyəsi bu doğrudur. Saadət öz xərci ilə xəstəxana və məktəb açır. Yanlış fikirdir. Saadət yox, Fəxrəddin açır. Deyir, Fəxrəddin öz xərci ilə deməli bağ saldırır, azarxana və məktəb açdırır. Saadət xanımın atasının Fəxrəddini öldürmək istədiyini biləndə hiddətini boğa bilmir. Qardaşını öz mövqeyini çəkinmədən bildirir. Doğrudur. Hətta Saadət xanım heyvanla müqayisə edir insanları. Deməli, yanlış yazılıb deyə bu da yəni düzgün fikir deyil. Doğru cavab 4-də C variantıdır. 5. Nəcəf bəy Vəzirovun Müsbət Fəxrəddin əsərində Rüstəm bəyin ziddiyyətli obraz olduğunu göstərənlər arasında verilə bilməz. Rüstəm bəyin bir ata kimi övladlarının məhəbbəti doğrudur. Saadət xanımı xudurması, təhsilli ziyarət yetişir düzdür. Oğullarının ölümündən sarsılması düzdür. Yox, günahını gec də olsa dərk etməməsi C düzdür, D yanlışdır. Nökərlərin öz övladı kimi yanaşması düzdür. D niyə yanlışdır? Çünki günahını gec də olsa başa düşür. D variantıdır 5-də. 6. Fəxrəddin bəyin xalqı maarifləndirmək, ölkəni qabaqcıl ölkələr arasında, görmək arzuları arasında verilə bilər. Doğru, öz xərci ilə məktəb açdırır. Düzdür, yeni bağ qurur. Düzdür. 1-2. Təsərrüfatını yenidən qurur. 1-2 doğrudur. Öz xərci ilə xəstəxana açır. Yanlış deyil axı. 4 də doğrudur. Təsərrüfatını yenidən qurur. O da doğrudur. Yəni hamısı verilə bilər. D variantı. Yanlış fikir yoxdur. 7. Hadisənin ardıcıllığına görə boşxanalara uyğun fikirləri müəyyən edin. Müsbət Fəxrəddin. Səadət xanım Hürü nənənin yanına çağırıb Rüstəm bəyin intiqam planını Fəxrəddinə çatdırmasını istəməsi. Fərhad Fəxrəddini öldürmək istəyir. Deməli, Gülbahar Rüstəm bəyin intiqam planına xəbər tutur. Bu Səadət söhbətindən əvvəldir. Bir yanlışdır, ona görə D çıxır. Cahangir bəy dərdini dostlarına danışır. Bu 2 bura ola bilər. Əhməd Fəxrəddini gülləyirə vurur. Bu axıra yaxındır. Deməli, bu hətta bu Mahmuddan da sonradır. Ona görə 3 də yanlışdır. 2, sonra 4. Cavab A variantı. Gülbahar xanım Rüstəm bəyin evini tərk edir. Düzdür. Səadət xanım Rüstəm Fəxrəddin bəyin evinə çağırırlar. Bu da yeni ən sondadır. Doğru cavab 7-də A variantı. 8. Rüstəm bəyə aid edilən fikirlərdən biri yanlışdır. Düşmənlərinə qarşı amansızlıq eləsir. Bəli, hətta monoloq hissəsində verilir ki, top dağıtma Cümşüdün evini xaraba qoydum, lovğalıq eləyən Kərimin evini dağıtdım və s. Fəxrəddini oğlunu öldürən Heydər bəyin sevimli övladı olduğu üçün Rəşidin qanına layiq bilir.
bir qalsın. Nökərini öz övladı kimi yaşayır, düzdür. Təhsilə önəm verir, düzdür. Övladına məhəbbəti onu vadar edir ki, düşmən qızını evlənir, düzdür. B variantı da niyə? Çünki Fəxrəddin Heydər bəyin sevimli övladı olduğu üçün yox. Yəni elə bir şey yoxdur. Sadəcə Fəxrəddinin oxuyub gəlməsi, onun təhsilli gənc olması və yeni işlər görməsinə ona görə düşünür ki, yəni onun qanına, Rəşidin qanı təkcə qan Fəxrəddin ola bilər. Rüstəm bəyə aid edilən fikirlərdən yanlışdır. Oğluna sevdiyi qızı alması da onun intikam planının bir hissəsidir. Ola da bilər, olmaya da bilər. Digər variantlara baxaq. Övladının məhəbbətini nakam qalmasına bais olur. Yeniliyə qarşı çıxan nadan mülkədarları təmsil edir. Bəli, C düzdür. Cahangir bəy təhsil görmüş qızına layiq görmür. Bəli, bu hissədə bir sardadır. Cahangir bəy dostlarına danışanda dostlarından deyir ki, Məhəmməd idi, yadımda qalıb ki, Məhəmməd deyir ki, yəni o sənə nə qızını verir, nə qız səni istəyir, nə də atası. Oğlu Mahmudu ölümü onu Rəşidin ölümü qədər sarsıtmır. Xeyr, sarsıdır. E variantıdır yanlış cavab. Daha sonra 10. Müqayisə cədvəlinə əsasən doğru cavabları müəyyən edin. Rüstəm bəy, Mələk xanım. Rüstəm bəy, intiqam hirsi övladının nadan gülləsinə qurban olmasına səbəb olur. Oğlunun ölümündə günahkar olduğunu anlayır. Mən bir imanı sağ qoymayın deyə fəryan edir. Rüstəm bəyə aiddir. Hətta bir də bir iman Rüstəmi Hürünlə adlandırılmışdır. 2 doğrudur. Hamısında 2 var. Daha sonra cəhalətin hökm sürdüyü mühitin tipik nümunəsi bu hər ikisinə aiddir. 3 səhvdir. C ilə D variantı çıxır. Oğlunun ölümü anında yoldaşının oğluna toy etməyə çağırır. Düzdür, Mələk xanımdır o da. Bir C ilə D ilə çıxmışdı uşaqlar. Övladını qan töhməyə təkid edir. Hər iki Rüstəm Mahmuda deyir. Mələk də Fəxrəddin deyir. Övladı Avropada təhsil almışdır. Hər ikisinin övladı Avropada təhsil almışdır. Rüstəmdə Saadət xanım, Mələkdə isə Fəxrəddin bəy. Almaniyada 2, 4, 5, 6. İntiqam hissi övladının nadan güləsinə qurban olmasına səbəb olur. Hər ikisini. Burada Mahmud bəyin, Rüstəm bəy də. Mələk xanım Fəxrəddin. Doğru cavab B variantı. 2, 4, 5, 6. B variantı. Mələk xanıma aid edilən fikirlərin biri yanlışdır. Ərinin ölümü onun sinəsinə dağ çəkmişdir. 500'ü qibləyə namaz qıl Fəxrəddin güzər, düzdür. Oğlunun qan intiqamı almağı təklif edir, düzdür. Fəxrəddinin müsibəti onu qəlbən sarsıdır, düzdür. Fəxrəddinin inkişafla bağlı düşüncəklərini dəstəkləyir. Ərinin ölümü onun sinəsinə dağ çəkmiş, düzdür. Fəxrəddinin inkişafla bağlı düşüncələrini dəstəkləyir. Bu tam da onu dəstəkləmirdi Mələk xanım. Ona görə yanlış fikirdir. Variantı. 12. Səadət xanıma aid edilən fikirlərdən biri yanlışdır. 2 sevdiyi insanın son vəsiyyətini dinləyir. Bəli, qardaşı ilə Fəxrəddinin. 2 sevdiyi insan üstə Quran oxuyur. Bəli. Dramaturg gəmsin kimi maarifçi qadın. Bəlidir. Fəxrəddinlə həm fikir olan Nəcib ağıllı qızır. Bəli. Hürün nənə tərəfindən talihsiz qadın adlandırılır. Əsla elə bir fikir yoxdur. E variantı yanlışdır. Səadət xanımı yenə yanlış fikir tapacaq. Fəxrəddini öldürmək istədiyini biləndə iddətini boğa bilmir. Qardaşının öz mövqeyini bildirir. Doğrudur. Qardaşına insan da məhəbbət, mürüfət gərək olduğunu, heyvan olmadığını bildirir. Düzdür. 2 sevdiyi insanı başda onları bədbəxt adlandırır. Fəxrəddinin ölümü ayağında ona yekə pəhləvan olduğunu yanaraq deyir. Bəli. Deyir, mən səni yekə pəhləvan sanırdım. Sən deməsən elə deyilmişsən. Fəxrəddinin necə gözəl arzularının qaldığını yanan qəlbi ateşlə bilir, düzdür. C variantıdır. Heç kimi bədbəxt adlandırmır. Verilmiş xüsusiyyətlərlə daşıyan əsər və müəllifini müəyyən edin. Bədahətən gələn bir səs obrazın taleyi ilə bağlı fikir söyləyir. Şifahi xalq ədəbiyyatına aid məsələdən istifadə olunub. Əsas qəhrəman cismən ölsə də səpdiyi toxumları cücərtməyə söz verən obraz yer alır. Uşaqlar, bu müsbət Fəxrəddin Nəcəb bəy Vəzirovdur.
Bədahətdən səs gəlir ən sonda. Şeir kimi bir hissə verilir. Şifahi xalq ədəbiyyatından bir hissə, dastandan verir, Koroğlu dastanından. Sən ki oldun dan dəyirmançı. Yəni o hissə verilir Koroğluya aid. Bu da Səadətə aiddir. Deməli B variantı. Ot kök üstə bitər atalar sözü hansı valideyn övlad cütlüyü münasibətinə aid edilə bilər? Ot kök üstə bitər. Mələk xanım, Şahmar. E variantı. Müsbət Fəxrəddin faciəsində Cahangir Fəxrəddini öldürməsinin məqsədi. Səadətə qovuşmaqda Fəxrəddin maneə görürdü. A variantı. Uşaqlar doğru cavab. Ama nədən çəkinirdi onu da deyim. Öldürmürdü Cahangir. Deyir özüm öldürərəm onu. Ama Səadətin dərd çəkəcəyindən pis olurdu da. Yəni Cahangirin axırda həbsxanada olur. Yəni həbsə salınır Cahangir. Daha sonra 17. Yine eyni qayda ilə uşaqlar zaman ardıcıllığı. Rüstəm bəy Mahmuda ikinci təklifini bildirir. Uşaqlar Mahmuda birinci təklifi, yəni Gülbaharı həmin düşmən evinə, yəni öz evlərinə geri göndərməkdir. İkinci isə oranı Heydər bəyin evini darmadağın etmək, yəni Fəxrəddini öldürməkdir. Amma Mahmud heç birini qəbul eləmir. Rüstəm bəyin nökərləri əhdlərini xatırlı Məhərrəm Fəxrəddinin öldürməsinə mane olur. Mələk xanım Fəxrəddinə atasının münasibətini xatırladır. Gülbahar xanım Rüstəm bəyin evini tərk edir. Cahangir dərdini dostlarına danışır. Rüstəm bəyin nökərləri əhdlərini xatırladır. Fəxrəddin Şahmara adam yaralanmamalarını tapşırır. Məhərrəm Fəxrəddinin öldürülməsinə mane olur. Bu hadisə bundan sonradır. 2 yanlışdır. A, C, D variantları çıxdı. E də çıxdı. Doğru cavab 3-5'dir. Müsbət Fəxrəddin əsərinin məzmunu ilə bağlı doğru fikir müəyyən edin. Səadət həm özünü, həm də Mələk xanımı bədbəxt adlandırır. Xeyr. Səadət də Mahmud da Rüstəm bəyin intiqam planlarını pozmağa çalışır. Ola bilər. Səadət bir səhvdir uşaqlar, bir səhvdir deyə baxaq hamısına. Səadət bir təhsilli qadın kimi formalaşması biz ziddiyyətli obrazın dilindən eşidirik. Xeyr. Rüstəm bəy onun təhsilindən söhbət eləmir. Ziddiyyətli obraz deyəndə Rüstəmi deyir, Rüstəm bəyin onun ziddiyyətindən danışmır. E variantı ona görə yanlışdır. Şahmar bəy Fəxrəddini ona nəsihətlərini normal qəbul edir. Xeyr, normal qəbul etmir. 4-də yanlışdır. Əhməd Mahmuda olan sevgisini Canala göstərir. Doğrudur. 5 doğrudur. Daha sonra 1. Səadət həm özünü, həm də Mələk xanımı bədbəxt adlandırır. Uşaqlar özünü bədbəxt adlandırmır axı heç zaman Səadət. Səadət də Mahmud da Rüstəm bəyin intiqam planlarını pozmağa çalışır. Doğrudur. Doğru cavab 18'de 2-5 D variantıdır. Daha sonra deməli əsərlə bağlı doğru fikir məzmunu ilə. Səadət xanım müsəlmanın pis ömrü daha da çətinləşdirdiyi qardaşı Mahmudla dialoqu deyilir. Cahangir bəy dostlarının dərdinin bir dərmanı varsa o da qanun olduğunu bildirir. Səadət xanım heyvan olmadıklarını, insan olan kəsdən məhəbbət və insaf olmalıdır fikrini nahaq güllənin qurbanına çevrilən obraza bildirir. Mahmuda bildirir. Mahmud da yəni nahaq güllənin qurbanına çevrilir. Ve bilmirəm, burada Fəxrəddin də nahaq qandı. Amma bu nahaq qanın qurbanına çevrilir. Mahmud da. 3'ü götürə də bilərik, götürməyək. Digərlərinə baxaq. Mütləq 3 götürüləcək uşaqlar. Mələk xanım Fəxrəddinin intiqam fikrində olmamasını sakit qarşılayır. Fəxrəddin müsəlmanın geridə qalmasını təəssüf hissi ilə bildirir. 5 doğrudur uşaqlar.
5 doğrudur deyə C, D, E variantı çıxır. Sonra 4 yanlışdır. Sakit qarşılamır. Daha sonra 3 doğrudur. 1-ə baxaq. Səadət xanım müsəlmanın pis ömrü daha da çətinləşdirdiyini qardaşı Mahmudla deyir. Elə bir fikir bildirmir. Əsasən bunu qardaşına bildirir. Şahmar bəylə Fəxrəddinin söhbətində var o. Fəxrəddin deyir Şahmara. 2, 3, 5 B variantı. Daha sonra 20. Müsbət Fəxrəddin və Seyid Əzim Şirvaninin Qasas müsəlmanları xitab əsəri ilə bağlı ortaq cəhət. Müsəlmanın nadanlığına səbəb köhnə qaydaların hökm sürməsidir. Müsəlmanların nadanlığına səbəb elmdən kənar qalmasıdır. Cəhalətin hökm sürməsi səbəb bəylərin qan düşmənçiliyidir. Cəhalətin hökm sürməsinə səbəb din xadimlərinin xalqı qaranlıqda saxlamasıdır. Ortaq cəhət yoxdur. Xeyr, ortaq cəhət var. E variantı səhvdir, D variantı səhvdir. Müsəlmanların nadanlığına səbəb elmdən kənar qalmasıdır. Doğru cavab B variantıdır. Hər ikisinə uyğundur. Verilən obrazlar dünyaya baxış eyni mövqedə olan Fəxrəddin Mələk xanım yox. Çünki biri Fəxrəddin yenilikdir, Mələk xanım köhnəlik, Şahmar Mahmud yox, Rüstəm bəy Gülbahar yox, Mələk xanım Hürük yox, Fəxrəddin Mahmud. E variantı. Hansı obrazın adında yalnız bir işarəni yerinə yazmaq olar? Folklor nümunəsindən istifadə edir. Folklor nümunəsində Fəxrəddin istifadə edir. Səadəti sevir Fəxrəddin. Sonra əmirlərin Rüstəm bəy tərəfindən sürgün edilir. Yenə Fəxrəddin. Folklor nümunəsindən istifadə edir. Cahangir. Deyərək. Çotan nə bilsin ki, xış nə çəkir. Yəni elə bir ifadəsi var ona görə. Səadəti sevir Cahangir. Fəxrəddini 1, 2, 3 yerə yazdıq deyə getdi. Cahangiri folklor nümunəsi istifadə edir. Səadəti sevir 2 yerə yazdıq. Gülbahar Mahmudu sevir. Əmrlər Rüstəm bəy tərəfindən sürgün edilir. 2 yerə yazdıq. Rüstəm bəy folklor Şahmar heç bir aidiyyatı yoxdur. Rüstəm bəy folklor nümunəsindən istifadə edirmi? İstifadə edir. Deməli 22-də doğru cavab D variantıdır. Əmrlər Rüstəm bəy tərəfindən sürgün olunur. Sadəcə bir dənə buna. Rüstəm bəy haqqında heç bir fikir yoxdur. Doğru cavab D variantı. Daha sonra 23. Nəcəf bəy Vəzirovun doğru fikir. Fəxrəddin bağdan qazandığı məktəb və xəstəxana fəslərini istifadə etmək arzusunu qurur. Bəli, düzdür. Fəxrəddin Rüstəm bəyə barışmaq fikrinə düzdür. Mahmud Səadətə və Gülbahara verdiyi sözü yerinə yetirir. Xeyr, yerinə yetirə bilmir, səhvdir. Gülbaharla Səadət eyni taleyi paylaşırlar, düzdür. Mələk xanım Rüstəmə baxanda haqlı yolun yolcusudur. Xeyr, səhvdir. Doğru cavab 1, 2, 4 A variantı. 24. Məzmunla bağlı uyğunluq. Dərsdən sonra uşaq kimi oynayır, molla, düzdür. Rüstəm bəy də günah görmür, Fəxrəddin. Doğrudur. B variantıdır bizim düz cavab. Arzusunu çatmamış ölməsini rəva görmür. Fəxrəddin doğru fikirdir. Cahangirin həbs olunduğu oxucu onun dilindən eşidir. Hacı Muratın. Xeyr, yanlış. Əhmədin dilindən eşidir. 2 yaxın adamın nəşini qucaqlayır. Gülbahar yox. Səadət. Doğru cavab B variantıdır. Uşaqlar, bu cür izahların davamı üçün kanalımıza abunə olub dəstək olmağı unutmayın. Şərh bölməsində hansı mövzunun izahını istəyirsinizsə qeyd edə bilərsiniz. Yüksək nəticələr əldə etmək, fərdi yanaşma istəyirsinizsə dərslərimizə qoşulub nəticəni özünüz görə bilərsiniz.